Hə, köynələr. Bilirəm, bu köynələr mən deyəndə, daha doğrusu bilmirəm siz nə fikirləşirsiniz. Amma ki mənə elə gəlir ki, siz o ki mən ki deyirəm o belə köynələr, köynələr. Bilmirəm biz indi eyni şeyi fikirləşirik yoxsa yox, amma belə çıxır da, yəni ki mən bilirəm, köynələr. Neysə, sözü bunda yox. Deyirəm ki, mənim ətrafımda olan dostlarım, demək olar ki, hamısı oliqarxdır da. Bir dənə mən qalmışam oliqarx olmayan. Bir dənə olan, lap belə başında olan da, düz oliqarx cəhətdən yox, ürək cəhətdən, yəni dostluq cəhətdən nömrə 1 olan bir nəfər var. O mənə dünən dəvət elədi bir dənə belə bir məclisə. Məclis də adlanır stand-up show. İndi bu stand-up show nədir? Gəlin mən indi bilməyənlər üçün biraz izah edeyim də. Belə bizim dildə desək, bir məkanda cəmaət yığışır, bir nəfər də çıxır səhnəyə, başlayır belə ləzzətli, məzəli söhbətlər aparmağa. Qıraqdan da ki, hamısı ha hi gülür. Və buna deyirlər stand-up show. Yəni bəlkə Rus kanallarında baxmısınız da o comedy club zat, bu tipdə bir şeydir də. Yəni labuda yerunda. Yəni ki kimsə bir nəfər danışır, o buslar da ki əl çalırlar, gülürlər. Amma indi sizə deyim o böyük bir ona fərasət lazımdır ya. Hər adamın işi deyil, çıxsın belə cəmaatın qabağına, başlasın danışmağa, necə deyərlər, o publikanı belə qursun da, zavadit eləsin. Yəni bu nadir adamlara məxsus olan bir xüsusiyyətlərdir də. Birincisi insan gərək sinə dəftər olsun. İkincisi çox belə hazırlıqlı olsun. Yəni ondan qabaq da müəyyən bu monoloq deyirlər də, o monoloqları gərək öyrənsin, necə lazımdır əzbər, sonra da gəlsin, başlasın onları deməyə və həm də ki, yəni bu moment gərək bu insan özü gərək bir psixoloq olsun, başa düşürsünüz? Yəni bu gərək elə bacarsın ki, bu zalda oturan millət var ha, onlarla öz danışığını, monoloqunu sinkronlaşdırsın, yavaş-yavaş arada diyaloq elementləri itələsin, başa düşdünüz? Yəni ki, onları da salsın məsələyə. Yəni bu deyir, o buradan neysə kimsə deyir, onun söhbətini tutur, loru dildə desə prikolo tutur onu, başa düşdünüz? Yəni tamasda olmalıdır da içəridə oturan publika ilə. Yəni bakalım stand-up show-unun mənası budur. Biz də dünən getmişdik, o stand-up show aparan var bir də Cavid Qurbanov. Özü səhv eləmirəmsə deyəsən hardansa Bakı kəndlərindən belə əliyirəm bir-iki dəfə ağzından belə bir söz çıxdı. Mən bizimkilərə oxşatdım. Bilmirəm indi düz deyirəm, düz demirəm. Hə, ümumi şəkildə belə desəm pisdir, xoşuma gəldi. Düzdür mənim fikrimcə, yəni ki, bayaq ki, mən sayladım, bu monoloq məsələsidir, bu dialoq məsələsidir. Monoloq baxımından mənim fikrimcə biraz zəif idi. Görünür ki, belə çox özündə arxayındır, yəni çıxır ki, istəyir birbaşa içəridə publika ilə, yəni ki, söhbəti aparsın da, yəni vəziyyətdən vəziyyət çıxartsın, amma ki, mənə elə gəlir ki, hələ deyir. Monoloqu biraz yaxçı hazırlaşmaq lazımdır. Onu da demək istəyirəm, kürəkəni də orada idi. Kürəkəni yeri gəlmişkən Rusiyyətdən gəlib. Yəni ki, qızı ilə orada evləniblər. Adı Artyom idi. Kürəkənindən çox xoşuma gəldi. Arada bir-iki dənə belə məzəli zarafatlar itələdi, neyi var? Özdə bir-iki dənə bizim adamlara, yəni ki, indi orada olanlar kim var idi? Mənə elə gəlir ki, o söhbəti tutdular. Neysə, ümumi belə şəkildə yaxçı keçdi, xoşuma gəldi. Onu da sizə deyim ki, ətrafda belə adamlar oturmuşdu. Çox belə solidli bir publika oturmuşdu. İndi o stand-up show-unu aparan kimə əl atır, kimdən nəsə soruşur, kimi nəsə tamasa girir orada oturan millətdən. Bir dənə o mənim yadımda qaldı ki, oturanların bəlkə 80%-i, yəni söhbət Zəynam xeylaqlarından gedir. Onu da qeyd edeyim ki, onlar hamısından belə çoxluğunu hələ onlar təşkil edirdilər. Hamısı kimə əl atırsan heç kim ərdə deyil. Yəni ki, bir-iki dənəsi hətta belə çıxdı ortaya, belə reklamla dedi ki, mən boşanmışam. Yəni, hamınız bilin də, başa düşdünüz də, mən boşanmışam. Yəni, neysə, gülə-gülə danışsam da, bu bizim bu dəqiqə cəmiyyətimizin acı reallığıdır da. Əslində bu nikah institutu adlanan, yəni iki cinsin arasında olan bir ittifaq artıq bir yox vəziyyətə gəlib çıxıb. Təəssüflər olsun ki, yəni ətrafı kimə baxırsa hamısı boşanıblar da.
və ərə gedənlərin də çoxsu ancaq burada nəsə bir xeyir güdürlər də. Yəni ərə gedən ya evlənən, yəni iki başlı bir xeyir güdürlər, amma bu nikahın, yəni ki o əvvəlcədən planlaşdırılmış o saflığına, iki cinsin bir yerdə olmağına dair heç kim hərəkət eləmək istəmir. Neysə, bunu qoyaq bir qırağa, bu indi hər kəsənin öz şəxsi işidir. Sözsüz ki, biz indi hamımız evlad böyüdürük, heç kim istəməz ki, gələcəkdə onun da evladı o boşananların sıralarına düşsün. Amma ki, bu bir reallıqdır indi. Mən ümidvaram ki, indi bizim evladlarımız böyüyənə kimi, bəlkə o vaxtda cəmiyyət nəsə bir yeni bir ittifaq yaradar bu cinslər arasında və bu sayda boşanmalar baş verməzlər də. Neysə, buna bir olsun. Rəhmətli nənəm demişkən, qeydək bizim o stand-up şoumuza. Bu stand-up şoular mənə elə gəlir ki, çox olmalıdır hər yerdə. Çünki baxırsınız, görürsünüz ətrafa, bu dəqiqə bu çox belə əyləncə mərkəzlər çoxluğu təşkil edərkən dönüblər əməlli başlı Çuşqaxanaya. Yəni balaqan da, başa düşürsünüz, hardakı lap belə aşağı səviyyə var. Bütün bizim bu dəqiqə müzik hollarımızda, restoranlarımızda 90%-ində yəni adbroslardır da. Yəni daha bu translar, nə bilim üzdən iraqlar, daha bağışlayın məni valiklar, yəni ki burada səhnəyə çıxıb buradan oxuyur, oradan çıxır gedir başlayır başqa şeylə məşğul olmağa. Başa düşdünüz də, yəni ki hər şey puluna minnətdə. Bu bizim demək olar ki 80-90% bax belə bir müzik hollarımız əməlli başlı fahişəxanadır. Rus dilində demişkən bir dnodur, başa düşürsünüz. Yəni ki, nə deyim sizə, ən aşağı, ən belə axırıncı yerlərdir də. Düzləri bu da ondan irəli gəlir ki, nə qədər ətrafda kimlər çoxluq təşkil eləyir, hələ onlara uyğun da, necə deyərlər, belə bir yerlər olur da, düzdür? Yəni onların təbəqəsinə, onların səviyyəsinə, daha doğrusu onların səviyyəsizliyinə. Ona görə bu cür yerlər mən görəndə əslində alqışlayıram onları, 250, qoy belə yerlər çoxalsın. İstəyərdim ki, bizim aramızda bu stand-up show aparanların da sayı çoxalsın. Buradan fürsətdən elə istifadə edərkən o Cavid qardaşa da, qardaşa, Cavid Qurbanova təşəkkür bildirirəm. Sağ olsun ki, gəlir belə Bakıda belə bir yerlər yaradır, xoşum gəldi. Bunların sayı çox olsun. Yaxşıdır ki, öz kürəkənini də artıq örgədib, yəni o yolla aparır. Mən istəyərdim ki, bizdə underground rap klublar əmələ gəlsinlər. Yəni çox istedadlı cavan rap deyən bizim uşaqlarımız var. Onlar konsertlər təşkil eləsinlər. Bu cür cəmaət yığılsın. Mən istəyərdim ki, bizdə rock klubları yaransın. Yəni rock musiqisi həmişə dünyada həmişə forwarder olub da. Yəni elə rock əsərlər var ki, hansı ki tarixə girib hələ üstündən 50-60 il də keçsə də yenə də onlar dinlənirlər. Ümumiyyətlə rock musiqisi insanın o ruhunun yüksəlməsinin bir musiqisidir. İnsanı motivasiya eləyəndir, insanı irəli aparandır. Yəni mən istəyərdim ki, bizim cəmiyyətimiz hər tərəfli inkişaf eləsin. Başa düşürsünüz? Çox istəyərdim bunu. Sizə də necə deyərlər müraciət edirəm ki, əgər belə kafelər, restoranlar harda varsa, bu cürünə bir şeylər təşkil edirlərsə, yəni irəli, bundan da artıq eləyin. Hətta mən razıyam, özüm də sizin bu məclislərimiz haqqında cəmaatla məlumat paylaşmaq, bölüşmək ki, bilsinlər ki, harda nə var. Bu qədər, necə deyərlər, gününüz uğurlu olsun. İşlərimiz həmişə ləzzətli götürsün, arzularımız hamısı çin olsun. Əsas məsələ qəlbimiz təmiz olsun. Qəlbdən qəlbə, bu qədər.